Polşada qanunların necə qəbul olunduğunu bilirdiniz? Bəzən eşidirik ki, yeni qanun qəbul edildi. Amma əslində bu bir neçə mərhələdən keçir. Əvvəlcə qanun layihəsi hazırlanmalıdır. Bunu prezident, Nazirlər Şurası, deputatlar, senat və ya 100 min vətəndaş edə bilər. Sonra layihə Seymə göndərilir. Seymdə layihə 3 oxunuşdan keçir. Deputatlar onu müzakirə edir, dəyişikliklər təklif edir və sonda səs verirlər. Əgər Seym layihəni qəbul edərsə, sənəd Senata göndərilir. Senat qanunu qəbul edə, dəyişiklik təklif edə və ya etiraz edə bilər. Bundan sonra sənəd yenidən Seymə qayıda bilər. Son mərhələdə qanun prezidentə göndərilir. Prezident qanunu imzalaya bilər, yenidən baxılması üçün geri qaytara bilər və ya müəyyən hallarda Konstitusiya Məhkəməsinə göndərə bilər. Prezident imzaladıqdan və qanun Genlik Ustavda dərc olunduqdan sonra o rəsmi olaraq qüvvəyə minir. Ona görə də internetdə qanun dəyişdi xəbəri görsəniz, əvvəlcə baxın, bu sadəcə layihədir, yoxsa artıq bütün mərhələləri keçib. Polşa qanunları və miqrasiya ilə bağlı vacib yenilikləri sadə dildə izləmək üçün bizi izləyin. Ali Prime sizin və ailənizin daimi tərəfdaşıdır.